anam çox narahat olur. Elə bil ki, bunun ayağında revmatizma var, spor var, dabanında elə bil ki, ayağını yerə basa bilmir, ayağının uclarında keymə olur. Bir də boynunda sıxılma, baş ağrıları çox olur, təzyiq də yüksəlir. Aha. Təzyiqi neçə olur gözəl qızım? 140, 150 belə 50-dən 55-ə qədər uzağı qalxır belə. Amma dərman atır da. Belə Hə. qoymuruq çox qalxmağa tam. Ananın çəkisi nətərdir? Anamın çəkisi 105 kilodur. Yaşı da 58. Çəkisi çoxdur da gözəl qızım. Onun hər zaman o çəki həm təzyiqini qaldıracaq, həm oynaqlarına. Artıq elə 130 kiloydu doktor. Elə bir arxladı 105. Elə o 130 kilo onun gətirib ayaq altında o problemləri yaradıb, dizlərində o problemləri yaradıb. Hə, çox sağ olun sualınıza görə indi cavab verəcəm sizə. Mütləq mənada çəki yenə azalmalıdır. Mütləq mənada orada hərəkətini ağrısa, ağlasa belə hərəkətini elətdirməlisən. O hərəkət eləmədikcə oynaqlar bitəcək qızım. Daha da məhdudlaşacaq. Yeriməsə qidalanmasını 2 dəfəyə keçirirsən səhər axşam. Ət xörəklərini, xəmir xörəklərini şirniyyatı çıxardırsan, üçündə bol miqdarda su verirsən və təbii ki, göy-göyərti və yüngül kələm, borş, yüngül qidalanmaya keçirirsən. Sonra qatığı şoru pendiri öz yerində. Pendiri də duzsuz eləyirsən, axşamdan soyuq suya qoyursan, səhər təzə pendir kimi olur. Duzu tam çıxır. Mənim telefon nömrələrimi götür qızım.